Azərbaycanda da uşaqların sevərək oynadığı Roblox ətrafında qalmaqal böyüyür. Deməli, Amerikada bir ailə 13 yaşlı uşaqları həyatını itirəndən sonra Robloxu məhkəməyə verib və uşaqlarının ölümündə Robloxu günahlandırıb. Ailə bildirib ki, uşaqları Robloxda təhlükəli istifadəçilərlə qarşılaşıb və sonra həmin istifadəçilərlə əlaqəni Discord və digər platformalarda davam etdirib. Ailənin sözlərinə görə onlar platformanın uşaqlarının təhlükəsizliyini təmin etdiyinə inanıblar. Buna görə uşaqlarının bu platformadakı fəaliyyətlərinə tam nəzarət etməyə ehtiyac duymayıblar. Məhkəmədə isə maraqlı bir vəziyyət yaranıb. Roblox ailənin bütün iddialarını inkar edib və deyib ki, uşaqları 8 yaşında platformada qeydiyyatdan keçərkən bütün qaydalarla razılaşıb. Buna görə ailə şirkətə qarşı məhkəmə iddiası qaldıra bilməz. Hazırda məhkəmə də çıxılmaz vəziyyətdədir və 8 yaşında uşağın razıyam düyməsini klikləməsinin prosesə necə təsir edə biləcəyini araşdırır. Ümumiyyətlə, hazırda Amerikada Roblox platformasına qarşı 150-dən çox məhkəmə iddiası qaldırılıb. ABŞ Senatı da Robloxun uşaqların təhlükəsizliyinə təsirlərinin araşdırılması tələbi ilə çıxış edib.